Təsəvvür edin ki, bir təcrübəsiz kardioloqa bir xəstə müraciət eləyir ürəyindən, həkim, yəni onun ürəyini kardioqrama eləyir və doğru oxuya bilmədiyi üçün ona ya yanlış müalicə yazacaq, ya da ki, heç müalicə yazmayacaq ki, ürəyin sağlamdır və təbii ki, bu yanaşmadan treyderin yəni sağlamlığında ciddi fəsadlar yarana bilər. Bu tradingdə də vəziyyət birə-bir eynidir. Yəni hər bir trader ilk növbədə bazarı görməyə bacarmalıdır. Bazarın mexanikasını bilməlidir və qrafikləri doğru şəkildə oxumağı bacarmalıdır. Yəni uğur buradan başlayır. Yəni bu da ilk mərhələnin, yəni ilk etapı, yəni bunu öyrənməlidir trader. Ondan sonra gələcək psixologiyadır və ilaxır və ilaxır. Birja canlı bir orqanizmdir. Orada gördüyünüz hər bir hərəkət, qrafiklərin hər bir hərəkəti insanların emosiyaları və davranışlarıdır. O yüzden tradingə gəlməmişdən qabaq anlamaq lazımdır ki, bu iş, bu peşə dünyanın bütün peşələrindən ən çətin peşəsi, yəni peşəsidir. Amma ən asan pul da, yəni burada qazanılır. Amma bütün o çətin, ağır və keşməkeşli mərhələləri keçəndən sonra təbii ki, buna nail olmaq lazımdır. Trader İlk növbədə bütün bu belə deyək, texniki tərəfini, bazarın mexanikasını, psixologiyanı, büdcənin idarə olunmasını, giriş nöqtələrinin doğru təyin olunması və bir çox belə məqamlar var. Bunları öyrənəndən sonra bir müddətlə təcrübə lazımdır. Yəni o təcrübəni də keçəndən sonra əgər psixologiyası, iradəsi, səbri buna imkan verərsə, buna tab gətirərsə, nəticədə qazanmağa başlayacaq.